24-cü il Eyfel təqaüdünün qalibiyəm Fransa hökumətinin. Düşünmürəm ki, bu tək mənə qarşı ünvanlanmış bir sualdır. Düşünürəm ki, bu xaricdə yaşayan hamıya qarşı ünvanlanıb ki, heç Azərbaycan hökuməti olsun, dövlət sənə niyə pul verir? Başa sala bilmirsən ki bunu, yəni mən gecə-gündüz çalışıram, mən fransız dili öyrənmişəm. Bu bütün prosedurlara asan kimi baxırlar. Hansı ki bu prosedurlara qədər gələn əziyyət. Çünki 7-də durub fransız dili dərsinə qoşulmaq, bütün günü, yəni gündə 3 saat fransız dili oxumaq, xaricdə konferanslara gedirdim və hansı ki o konferansların özünün qeydiyyatdan keçməyə sənin 4 saatını alır, yəni. Azərbaycandakı insanlar bəli, tam anlaya bilmir əksər hallarda ki, sən orada neynirsən, sənə oralar niyə pul verirlər. Məlumatsızdır, başa çıxmır, biz də nə zamansa elə olmuşuq. Amma araşdırmaq qabiliyyətləri və axtardığını analiz etmək, sonra analiz etdiyini anlamaq və təhlil etmək, bu özü çox böyük bir bacarıqdır. Və bu bacarıqdan çox insan olmamağından əziyyət çəkir.